dünyanın ən gənc professorunu görürsünüz. Onun cəmi 12 yaşı var. İshak Bari heyrətamiz bacarıqları ilə dünyanı təəccübləndirir, elm adamlarını özündən danışmağa vadar edir. Hələ 2 yaşı olarkən çətin riyazi tənlikləri həll edə bilirdi. 4 yaşında isə böyüklərin anlamaqda çətinlik çəkdikləri fiziki qanunları başa düşürdü. Bacarıqları imkan verir ki, 7 yaşındaykən özündən yaşca böyük tələbələrə dərs desin. Təsəvvür edin, ali riyaziyyatın sirlərinə yiyələnməyə çalışan auditoriyanın qarşısında duran professorun hələ 10 yaşı tamam olmayıb. Barini yeni Einstein adlandırırlar. Harvard, Oxford, Cambridge kimi təhsil ocaqları onu dahi adlandırırlar. 12 yaşında məktəbi bitirən İshak Bari New York Universitetinə qəbul olub. Beləcə o, həmin təhsil mərkəzinin ən gənc tələbəsi kimi tarixə düşüb. İstedadı ilə kifayətlənmək istəməyən Bari üzərində çalışmağa davam edir. O, dünyanın gələcəyi ilə bağlı kitab yazır. Çoxu düşünür ki, İshak Bari 21-ci əsrin ən dahi elm adamı olacaq və kəşfləri dünya düzənini dəyişəcək.